Salam dəyərli izləyicilər. Bugün mən sizlər üçün bu videoda Azərbaycan Respublikasının iqtisadi, coğrafi və geosiyasi mövqeyinə dair test tapşırıqlarını təqdim edirəm. Birinci sualımıza başlayaq. Azərbaycanla olan quru sərhədlərin uzunluğunun azalmasına görə ölkələri müvafiq ardıcıllığını istəyir. Bilməliyik ki, şimalda Rusiya ilə sərhədimizin uzunluğu 391 kilometrdir. Gürcüstanla şimal-qərbdə sərhədimiz isə 471 kilometrdir. Qərbdə ən uzun sərhədimiz Ermənistanladır və bu rəqəm 1007 kilometrdir. Ən kiçik sərhədimiz cənub-qərbdə Türkiyə ilə 15 kilometr, cənubda İranla sərhədimiz 765 kilometrdir. Bundan əlavə, şərq hissədə Xəzərlə 825 kilometrlik sahil xəttimiz mövcuddur. Cavab isə A variantıdır. Azalma ardıcıllıq müvafiq olaraq İran 765, Gürcüstan 471, Rusiya 391 və Türkiyə 15 kilometr. Test 2. Azərbaycanla quru sərhədlərə malik olan dövlətlər. Quru sərhədlərimiz müvafiq olaraq az öncə də bildirdik. Şimalda Rusiya, şimal-qərbdə Gürcüstan, qərbdə Ermənistan, cənub-qərbdə Türkiyə, cənubda isə İrandır. Bundan əlavə, Xəzər vasitəsilə su sərhədimiz isə Qazaxıstan və Türkmenistandır. Həmçinin Rusiya, İranla isə həm quru, həm də su sərhədimiz mövcuddur. Burada doğru cavab variantlar içərisinə baxsaq, B variantı olacaq. İran, Türkiyə, Ermənistan, Gürcüstan və Rusiya. Quruda Azərbaycanla daha uzun sərhədə malik olan ölkələr. Buna doğru cavab kimi Ermənistan 1007 kilometr, ən uzun sərhədimiz onladır və İranla 765 kilometr sərhədimiz var. Doğru cavab A variantı. Test 4. Azərbaycanla su sərhədlərinə malik olan dövlətlər. Xəzər dənizində Azərbaycanın su sərhədləri qarşı tərəfdə Qazaxıstan, Türkmenistan, bunlarla yalnız bizim su sərhədimiz var. Eyni zamanda Rusiya və İranla isə həm su, həm də quru sərhədimiz var. Doğru cavabımız D variantı. Test 5. Azərbaycan iqtisadi coğrafi mövqeyinin son vaxtlar daha əhəmiyyətli rol oynamasının səbəbləri. A variantına diqqət edək. Xəzər dənizində yeni neft və qaz yataqlarının aşkar edilməsi bu müsbət yanaşmada götürə bilərik, amma davamında qeyd edilib ki, Cənub-Şərqi Asiya ölkələri ilə, yəni İndoneziya olan tərəf, Hind-Çin ölkələri ilə əlaqənin genişləndirilməsi. Bu region ölkəmizə görə uzaqdır və onunla iqtisadi əlaqənin genişlənməsi yanaşma olaraq doğru deyil. O yüzden də biz bunu qeyd etməyəcəyik. B-də Rusiyadan İrana neft və qaz kəmərlərinin çəkilməsi. Hər iki ölkə, Rusiya, İran neft-qaz ölkəsidir. Onlar bir-birinə neft-qaz ixrac etmir və o yüzden burada biz yanaşma olaraq doğru deyil. Həmçinin seçenin dağılması və s. Bu yanaşma variant olaraq doğru deyil. C-də qeyd edib ki, Azərbaycanın dünya bazarına çıxmaq imkanının yaranması, təbii artımın azalması. Təbii artım doğulan ölən arasındakı fərqdir. Son illərdə azalıb, amma bu ölkənin iqtisadi coğrafi mövqeyini təsir edən amil deyil. Burada iqtisadi əməkdaşlıqlarla bağlı yanaşmalara diqqət etməliydik. Və ölkəmiz bilirsiniz ki, dünya okeanına birbaşa yox, dolayı yolla Rusiya arasındakı kanallardan istifadə edək çıxır. D-də qeyd edib ki, MDB müstəqil dövlətlər birliyi həmin ölkələrlə nəqliyyat iqtisadi əlaqələrin pozulması. Əgər bu tipli iqtisadi əlaqələr pozulubsa, ölkəmizin iqtisadi coğrafi mövqeyi artmaz. Çünki MDB məkanı bizdə daxilik və əlbəttə ki, bu ifadə təbii ki, doğru olmayacaq. Doğru yanaşma D-dəki Y-dəki ifadədir. Xəzər hövzəsi ölkələrində neft hasilatı, yəni bugünkü gündə Xəzər hövzəsində olan dövlətlərdə neft ehtiyatlarının olması digər regionların bu ölkələrin marağını daha da artırır. Eyni zamanda Avrasiya nəqliyyat dəhlizinin ölkəmizdən keçməsi, yəni xüsusilə də biz Trasiyaka dediyimiz tarixi İpək yolunun Avropadan Asiya uzanan bu yolun bir tərkib hissəsi də ölkəmizdən keçməsi
Mərkəzi Asiya ilə Qərb ölkəni əlaqələndirən yollar üzərində ölkəmizin yerləşməsi iqtisadi mövqeyimizin əhəmiyyətini daha da artırır. 6 nömrəli testlə davam edək. Azərbaycan, Gürcüstan və Ermənistan respublikalarına aid ümumi cəhət. Bu testi cavablamaq üçün ekrana fərqli bir xəritə gətirim. Diqqət edək. Adı çəkilən dövlətləri burada baxaq. Respublikamız Ermənistan və Gürcüstan. Hər üç ölkənin birbaşa Türkiyə ilə sərhədi mövcuddur. Bu hissədə Gürcüstanla Türkiyənin, bu hissədə Ermənistanla Türkiyənin, bu hissədə xüsusilə də Naxçıvan hissədə bizim Türkiyə ilə sərhədimizi görə bilərik sədər ekranı arasında. Doğru cavab Y variantıdır. Digər variantlara diqqət etsək, A variantında pambıqçılıq və çayçılıq yüksək inkişaf etmişdir deyir. Pambıqçılıq xüsusilə də bu qeyd edən ölkələr içərisində ölkəmizdə kür-ərazi daha çox fərqləndiririk. Çayçılıq qismən respublikamızda Lənkəran zonası və yaxud da ki, Gürcüstanda daha çox Qaradəniz sahilləri qeyd etmək olar. Ermənistan isə bu təsərrüfat sahələrinə görə də xüsusi fərqlənmir. Rusiya ilə sərhədləri Qafqaz dağlarına keçir ifadəsi Gürcüstan və Azərbaycana aiddir. Ermənistan ümumiyyətlə Rusiya ilə sərhədi mövcud deyil. Kür çayı üzərində SES tikmələri ümumiyyətlə Kür çayı Ermənistandan keçmir, Türkiyə, Gürcüstan, Azərbaycandan keçir. Hind-Avropa dil ailəsinə mənsubdurlar. Bu yanaşma da yanlışdır. Burada xüsusilə də Azərbaycan qeyd edəcəksiniz ki, Altay dil ailəsinə aiddir. Türklər Altay dil ailəsinin türk dil qrupuna aiddir. Azərbaycanın Rusiya, İran və Gürcüstanla həmsərhəd olan inzibati rayonların müvafiq ardıcıllığını tapmalıyıq. İlk öncə Rusiya ilə sərhəddə yerləşən rayonu tapaq. A variantında Şabran qeyd edilib, yəni xəritədə Şabranın yerinə sizi tanış edək. Şabran rayonu bu hissədədir, Xəzər çıxışı var, amma Rusiyanın sərhədində deyil. O yüzden də A variantını davam etdirmirəm. B-də Xaçmazla başlayıb, həqiqətən də Xaçmaz rayonu Rusiya ilə sərhəddə yerləşən rayonlardandır, doğrudur. Daha sonra İranla sərhəddə yerləşən rayon kimi Daşkəsən qeyd edilib. Ölkənin qərbindəki bu Daşkəsən yalnız Ermənistana çıxışı var, o yüzden də İranla sərhəd üçün uyğun gəlmədiyinə görə B-ni də atdıq. C-də Quba qeyd edilib. Qubanın ümumiyyətlə hər hansı bir xarici ölkə ilə sərhədi yoxdur, diqqətli olun. O yüzden də Rusiya sərhədə uyğun gəlmədiyinə görə C-də yanlışdır. D-də Qusar deyilir. Qusar Rusiya ilə sərhəddə yerləşir, doğrudur. Ağstafa isə İranla sərhəddə deyilib. Baxaq görə Ağstafa hardadır. Bu hissədədir. Onun həm Ermənistan, həm Gürcüstana sərhədi var, amma İranla sərhədi yoxdur. Cavab olaraq Y qalır. Doğrunu sizlərlə tanış edək. Acınca Qubanı sizə bildirir. Daha doğrusu Qusarı bildirdi ki, Rusiya ilə sərhədlədir. Doğrudur. Astara cənubda yerləşən rayonumuzdur. Məsələ İranla sərhəd olması doğrudur və Ağstafa da az öncə də bildirdiyimiz kimi Gürcüstan sərhədində yerləşən rayonlarımızdandır. Bəli. Azərbaycanın Rusiya, İran, Ermənistanla həmsərhəd olan inzibati rayonların yenə müvafiq ardıcını istəyirik. A-da Qəbələ qeyd edilib. Gəlin baxaq, ilk öncə Qəbələnin Rusiya ilə sərhəddə olduğu doğrudur. Daha sonra İranla sərhəddə yerləşən rayon kimi Cəbrayıl qeyd edilib. Cəbrayıl gördüyünüz kimi İranla sərhəd doğrudur. Ermənistanla sərhəddə yerləşən rayona isə Şahbuz qeyd edilib. Bəli, Naxçıvandakı Şahbuz məhz Ermənistan sərhədində yerləşir. Tamamilə doğrudur. Azərbaycanın Xəzər dənizinə birbaşa çıxışı olan rayonları bir-bir sizə təqdim edək, sonra variantı seçək. Şimaldan cənuba Xaçmaz, Şabran, Siyəzən, Xızı, həmçinin şəhər olaraq Sumqayıt, Bakı, Salyan, Neftçala, bu hissədə Lənkəranı görürük, həmçinin Masallı və Astara. Bunlar məhz bizim üçün doğru yanaşmadır. A variantında Şabran, Astara və Masallı qeyd edilib. Bu doğru yanaşmadır. Diqqət edirsinizsə, Şabranın bu hissədə Xəzər çıxışı var dedik. Masallı, Astara isə bu hissədədir. Masallı və Astara. Digər variantdakı xətalarda özünüz yəqin ki, xəritə baxıb tapa bilərsiniz. Məsələn, B variantında saatlı pozur. Diqqət edirsinizsə, saatlı ölkə daxilindədir, Xəzər çıxışı yoxdur.
C'dəki xəta isə Şamaxıdır. Diqqət edirsinizsə Şamaxı bu hissədədir. D variantında Hacı Qabul eyni zamanda Kürdəmirin Xəzərə çıxışı yoxdur. Zərdabın da bu arada Xəzərə çıxışı yoxdur. Y variantında lirik yardımlı diqqət edək. Onların məhz Xəzərə çıxışı yoxdur. Burada sadəcə Xızının çıxışı var idi. Azərbaycanın İranla sərhəddə yerləşən inzibati rayonları. Bunlarla sizləri tanış edək. Şərur, Kəngərli rayonu, rayon mərkəzi Qıvraq qəsəbəsidir. Naxçıvan şəhəri, Babək rayonu, Culfa, Ordubad rayonu, həmçinin Zəngilan, Cəbrayıl, Füzuli, Beyləqan, İmişli, Biləsuvar, Cəllabad, Yardımlı, Lirik, Astara. Cavabı isə sizə buradan doğrusunu təyin edək. A variantında İmişli, Beyləqan və Kürdəmir qeyd edilir. Burada Kürdəmir pozur. Kürdəmirin coğrafi mövqeyini bir daha təqdim edək. Kürçanın sol sahilində yerləşir. B-də Beyləqan Saatlı Astara qeyd edilir. Burada Saatlının heç bir ölkəyə çıxışı yoxdur. Buna görə yanlışdır. C-də doğru yanaşma verilib. Həmin inzibati rayonları bir daha təqdim edək. İmişli, Biləsuvar və bir də Beyləqan doğrudur. D-də burada Qazax yanlış verilib. Qazax gördüyünüz kimi Gürcüstan-Ermənistan sərhədindədir. Y-də burada deməli Salyan yanaşması gördüyünüz kimi yanlışdır. Bir də Şamaxı yanlış olacaq. Hər ikisini sizlərə təqdim edək. Salyan bu hissədə Xəzər çıxışı var. Şamaxının isə heç bir xarici ölkəyə çıxışı yoxdur. Gördüyünüz kimi orta mövqedədir. Məhz bu məqamları nəzərə alsaq, C doğrudur. Qarabağ və Mil düzlərinin yerləşən inzibati rayonlar. Fiziki xəritədə siz hər iki düzün yerini görməlisiniz. Qarabağ düzü bu hissədir. Mil düzdə bu ərazidir. Bunları bir xüsusi dairəyə alım sizlər üçün. Kür-Arazovan düzlərindəndir və əlbəttə ki, bu düzlərə uyğun gələn rayonlarda verilən variantlara siz özünüz baxıb taparsınız. Bərdə, Ağcabədi, İmişli, Beyləqan kimi verilən rayonların doğru olduğunu deyəcəksiniz. Beyləqan, Ağcabədi, Bərdə belə bir variantımız var. Ona görə cavab D-dir. Şirvan düzündə yerləşən inzibati rayonlar. Kür-Arazın ən böyük düzü olan Şirvan düzü üçün xəritədə burada belə bir geniş bir ərazi dairə aldım. Həmin bu əraziyə uyğun gələcək rayonlarda Zərdab, Ucar, Ağdaş, Ağsu, Kürdəmir verilən variantlarda bu tip rayonları seçə bilərsiniz. Gəlin baxaq. Deməli, Kürdəmir, Ucar və Göyçay deyə burada rayon təqdim edib, Göyçayda qeyd etmək olar. Cavabımız elə B variantı olacaq. Azərbaycanın həm İran, həm də Ermənistanla həmsərhəd olan inzibati rayonları. Belə rayonları xəritə üzərində sizə təqdim edək. Zəngilan, daha sonra Ordubad, Culfa, Babək, Kəngərli və Şərur rayonudur. Buna əsasən cavabı gəlin tapaq. Zəngilan və Ordubad verilən variant var deyə doğrudur. Ordubadın bu hissədə, Zəngilanda bu hissədə hər iki verilən ölkəyə sərhədi var. Azərbaycanla həm quru, həm də su sərhədinə malik olan dövlətlər. Bunlar şimalda Rusiya və cənubda İrandır. Doğru cavab A variantı. Xəzərin o tayındakı Qazaxıstan və Türkmənistanla sadəcə bizim su sərhədimiz var. Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd olmayan dövlətlər. Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd olan dövlətlər Ermənistan, İran və Türkiyədir. Burada olmayan dediyinə görə doğru cavab Gürcüstan, İraq və Rusiyadır. Digər variantlarda isə gördüyünüz kimi, daha doğrusu A variantında İran və Türkiyə pozur, B variantında Türkiyənin var, D variantında Ermənistan, İranın var, Y variantında Ermənistan və Türkiyənin
Naxçıvanla sərhədi var. Yalnız İranla həmsərhəd olan inzibati rayonların qərbdən şərqə doğru sırasını müəyyən edin. A variantında Cəbrayıl, Beyləqan, Biləsuvar təqdim edilib. Gəlin baxaq. Cəbrayıl həqiqətən yalnız İranladır. Daha sonra Beyləqan, o da həmçinin və Biləsuvar həqiqətən də qərbdən şərqə doğru sıralamadır. Digər variantdakı xətalardan B variantında Zəngilan qeyd edilib. Yanaşmada bu yanlışdır. Çünki Zəngilan yalnız İranla yox, həm də Ermənistanla sərhəddi var. C-də Ordubad da həmçinin pozur. Çünki Ordubadın da gördüyünüz kimi Ermənistan və İran hər iki ölkə sərhədi var. D-də Cəlilabad qeyd edilib. Cəlilabadı burada sizə göstərim. Davam edək. Daha sonra Beyləqan qeyd edilib. Beyləqan isə ondan qərbdədir. Bizdə şərhdə qərbdən şərqə doğru olmalıdır, amma Cəlilabaddan sonra Beyləqan yazılması yanlışdır. O yüzden də D də yanlış oldu. Y-də Şərur qeyd edilib. Şərur qeyd edəcəksiniz ki, yalnız İrana yox, eyni zamanda Ermənistanla sərhədi var, şərtə uyğun gəlmir. Şərtdə yalnız İranla və bir də qərbdən şərqə doğru düzülməlidir. Elə A-da bu doğru verilib. Diqqətli olaq. Azərbaycan Respublikasının İranla sərhədləri hansı təbii obyektlərdən keçir? Burada biz Talış dağlarının adını qeyd edə bilərik. 1. Daha sonra böyük bir məsafədə sərhəd boyu axan Araz çayı, eyni zamanda bu hissədə Bolqar çayı, cənubda isə Astara çayını qeyd etmək olar. Məhz buna görə Araz çayı və Bolqar çayını qeyd etmək olar. Həmçinin dediyimiz kimi Astara çayı da əlavə etmək olar. Bolqar çayı təxminən bu hissədən axır. Davam edək. Cavab olaraq 1, 2, 6 C variantı. 3-də qeyd edilən Şahdağ silsiləsi, bu hissədə qeyd edəcəksiniz ki, Ermənistan sərhədində yerləşir. 4-dəki Dərəliyəz silsiləsi də Zəngəzur silsiləsi kimi Ermənistan sərhədindədir. Qarabağ silsiləsi ümumiyyətlə sərhəddə deyil, diqqətli olun. Bunu vulkanik yayla ilə qarışdırmayın. Vulkanik yayla sərhəddədir, amma Qarabağ silsiləsi ölkə ərazisindədir. Respublikamızın müvafiq olaraq Türkiyə və İranla həmsərhəd olan inzibati rayonlarını müəyyən edin. Türkiyə ilə sərhədimizdə sadəcə Sədərək rayonu qeyd edə bilərik. Onun da rayon mərkəzi Heydərabad qəsəbəsidir. Burada Sədərəklə başlayan varianta baxmalıyıq. Buna uyğun sadəcə bir dənə C variantı qalır. Yardımlı da həqiqətən şərtə uyğun olaraq İran sərhədində yerləşən rayonlarımızdandır bu yaşıl rənglər. Gördüyünüz kimi doğru cavab C-dir. Azərbaycandan şimal-qərbdə yerləşən ölkələr. Respublikamızdan şimal-qərbə doğru biz verilən ölkələr qrupuna baxacaq olsaq, doğru cavab Y variantı olacaq. Norveç, diqqət edirsinizsə, buradadır. İsveç, o da ölkəmizə nəzərən elə şimal-qərb gedəcək. Finlandiya, o da Skandinav ölkəsi olaraq ölkəmizin şimalda və əsasən qərbdədir. Və Polşa. Azərbaycandan cənubda yerləşən ölkələr. Respublikamızın coğrafi mövqeyini görürsünüz. Və ondan daha cənubda olan ölkələr İran, İraq və Ərəb ölkələri. Həmçinin Afrikanın bəzi ölkələrini qeyd etmək olar. Verilən variantdan elə B variantı doğru cavabdır. İran cənubdadır. İraq gördüyünüz kimi o da cənubdadır. Səudi Ərəbistan gördüyünüz o da cənubdadır və Somali Afrika dövləti. Naxçıvan Muxtar Respublika ilə həmsərhəd olan ölkələr Ermənistan, Türkiyə və İrandır. Beləliklə İran, Türkiyə və Ermənistan. Azərbaycanın Kür çayı sahilində yerləşən inzibati rayonlar. Burada mavi xətlə mən sizlərə Kür çayının axın istiqaməti təqdim etməyə çalışmışam və onun sahilində yerləşən rayonların verildiyi variantı tapmalıyıq. A variantında Salyan şərtə uyğun gəlir. Həqiqətən də bu hissədə Kürün hər iki sahilindədir. Cəlilabadda həmçinin burada verilib, ancaq o pozacaq. Cəlilabada bir dənə diqqət edin. Kür çayının sahilində deyil. Burada həmçinin Lənkəran da pozacaq, çünki o da Kür sahilində deyil. Ağcabədə ancaq şərtə uyğun gəlirdi, sağ sahilidir.
B-də Biləsuvar təqdim edilib. Biləsuvarla gördüyünüz kimi Kür çayının əlaqəsi yoxdur. O yüzden variant yanlışdır. Çox vaxt getməsin deyib doğru variantı tapaq. C-də Ağsu təqdim edilib. Ağsu və Kür çayının əlaqəsi yoxdur. D-də Sabirabad həqiqətən də Kürün hər iki sahilindədir. Doğrudur. Salyan o da Kürün hər iki sahilindədir. Yevlax bu arada Kürün hər iki sahilində yerləşən rayonlardan digəridir. Və Zərdab Kürün sol sahilində yerləşən rayondur. Doğrudur. Y variantındakı xətaya baxdığımızda Neftçala ödəyir. Elə mənsəbi deltası oradadır. Kürdəmir də ödəyir. Kürün sol sahilində yerləşən rayonlardandır. Burada yaşıl rəngli. Salyan da ödəyir. Bayaq bildirdik ki, hər iki sahilindədir. Burada Göyçay pozur. O isə Kür sahilində deyil. Ümumən yadda saxlayın ki, Kür sahilindəki rayonlardan yalnız Kürün sağında olanlar hansılardır? Qazax, Goranboy, həmçinin Bərdə, Ağcabədi, Beyləqan, İmişli. Bir də Saatlı. Bunlar Kürün yalnız sağındadır. Kürün yalnız solunda olanlar isə Ağdaş, Zərdab, Kürdəmir və Hacıqabuldur. Kürün hər iki sahilində yerləşənlər Ağstafa, Tovuz, Şəmkir, Samux. Burada Mingəçevir şəhəri və Yevlax qeyd edə bilərik. Və Sabirabad, Salyan, Neftçala. Bunlar Kürün hər iki sahilində yerləşən rayonlar kimi bilməlisiniz. Ərazisi bütövlükdə Kür çayının sağ sahilində yerləşən inzibati rayonlar. Kürün axını şimal-qərbdən cənub-şərqədir. O yüzden sağ sahil aşağısındadır. Deməli, Qazax bütövlükdə sağındadır. Goranboy, həmçinin Bərdə, Ağcabədi, Beyləqan, İmişli, Saatlı. Buna uyğun gəlin cavabı tapaq. Bərdə və Ağcabədi doğru cavabdır. Bütövlükdə Kür çayının sol sahilində yerləşən inzibati rayonlar. Sol sahili axın boyunca yuxarıda qalan hissədir. Bütövlükdə solda qalanlar Ağdaş, Zərdab, Kürdəmir, Hacıqabul. Və buna uyğun cavabı tapmalıyıq. Ağdaş və Kürdəmir olan doğru cavabdır. Ağdaş buradadır. Kürdəmir də bu hissədədir. Azərbaycanda xarici ölkə ilə sərhəddə malik olmayan inzibati rayonlar. A-da Gədəbəy təqdim edilib. Gədəbəyin xarici ölkə olaraq Ermənistan çıxışı var. Həmçinin Ağstafanın həm Ermənistan, həm də Gürcüstanlı sərhədi var. Şərur da bu arada şərti pozur. Çünki Ermənistan və İrana sərhədi var. Və yaxud da ki, Beyləqanın da qeyd edəcəksiniz ki, İrana çıxışı var. A-dakilərin xarici ölkəyə çıxışı var. B-də yenə Gədəbəy görürsünüz. Az öncə də bildirdik. Ermənistan çıxışı var. Qusar da bu arada Rusiya çıxışı var. Şabran burada şərtimizə uyğun ola bilərdi. Yardımlı isə pozur. Şabran bu hissədə Xəzər çıxışı var. Xarici ölkə deyil. Burada yardımlı isə İrana çıxışı var. C-də Cəllabad. Cəllabad inzibati rayon olaraq görəcəksiniz ki, İrana çıxışı var. O yüzden də şərti pozur. Elə variantda getdi. Cəbrayılın da bu arada İrana çıxışı var. Burada Tərtər şərtimizə uyğun gəlir. Lerik isə o da şərti pozur. Çünki Lerikin də İranla sərhədi var. D-də Salyan qeyd edilib. Salyan şərtimizə uyğun gəlir. Xəzər çıxışı var, amma xarici ölkəyə çıxış yoxdur. Ucar da şərtə uyğun gəlir. Heç bir ölkəyə çıxış yoxdur. Qusar amma burada pozacaq. Diqqət edirsinizsə, Rusiyanın sərhədində yerləşən rayonumuzdur. O yüzden də sildik. Oğuz da həmçinin Rusiyanın sərhədindədir. Cavab olaraq Y qalır. Diqqət edin. Lənkəran deməli yalnız Xəzər çıxışı var. Xarici ölkəyə çıxışı yoxdur. Masallı bu hissədə yalnız Xəzər çıxışı var. Xarici ölkəyə çıxışı yoxdur. Qubanın heç bir ölkəyə çıxışı yoxdur. Ağdamın da həmçinin heç bir ölkəyə çıxışı yoxdur. Ağdam isə bu hissədədir. Azərbaycanda iki xarici ölkə ilə sərhədə malik olan inzibati rayonlar. A-da Füzuli qeyd edilib. Gəlin baxaq. Füzulinin yalnız İranla sərhədi var. O yüzden də vaxt çox getməsin deyənə cavabı çıxaraq növbəti varianta keçirəm. B-də Qusar qeyd edilib. Qusarın yalnız Rusiyanın sərhədi var. O yüzden də bu da gedər. C-də Zəngilanla başlayırıq. Şərtə uyğun gəlir çünki Ermənistan İrana çıxışı var. Balakənin də bu arada həm Rusiya həm də Gürcüstana çıxışı var. Culfa Naxçıvandakı qeyd edəcəksiniz ki, həm Ermənistan həm də İrana çıxışı var. Şərtə uyğundur.
Tovuz da bu hissədədir. Gördüyünüz kimi Gürcüstan və Ermənistan çıxışı var. Cavabımız budur. Digər variantda D-də Şəki pozur. Çünki Şəki yalnız Rusiya çıxışı var. Y-də Tovuz şərti ödəsə də burada İmişli şərti pozacaq. Çünki yalnız İrana çıxışı var. Beləliklə, iki ölkə çıxışı olanlar mən sizə bir daha təqdim edim. Bunlar hansılardır? Müvafiq olaraq Balakən, Zaqatala və Qax. Onlar həm Rusiya, həm Gürcüstana çıxışı var. Daha sonra Qazax, Ağstafa və Tovuz. Onların isə Gürcüstan və Ermənistana çıxışı var. Bu hissədə Zəngilan, İran və Ermənistan çıxışı var. Daha sonra Ordubad, Culfa, Babək, Kəngərli rayonu, rayon mərkəzi Qıvraqdır və Şərur. Onların da Ermənistan və İrana çıxışı var. Kür çayı sahilində yerləşən şəhərləri Kürün mənsəbinə doğru ardıcıl düzün. Yəni, şimal-qərbdən cənub-şərqə doğru düzməliyik. A variantında Tbilisi, daha sonra Qazax, daha sonra Neftçala və Salyan yazılıb. Neftçala onun mənsəbində, Salyan isə ondan daha qərbdədir. O yüzden də burada yeri dəyişik olmalıydı. B-də yenə Tbilisidən başlayırıq. Gürcüstan paytaxtı buradan keçir. Daha sonra Yevlax qeyd edilib. Daha sonra isə Mingəçevir qeyd edilib. Burada yanaşmada Yevlax Mingəçevirin yerləri dəyişik olmalıdır. Əvvəl Mingəçevir, sonra Yevlaxdan keçir. C-də Yevlax Mingəçevir yenə bu xətanı görürük. Yəni əvvəl Mingəçevir şəhəri, sonra Yevlax gəlməli idi. Buna görə yanlışdır. D doğru cavabdır. Həqiqətən də Tbilisidən sonra burada Yevlax qeyd edilib. Daha sonra Sabirabad bu hissədə, son olaraq da Salyan qeyd edilib. Salyan da Sabirabaddan sonra gəlir. Tamamilə doğrudur. Y-dəki xətada Yevlaxdan sonra Ağstafa yazılıb. Yanlışdır. Ağstafa daha qərbdədir. Ağstafa buradadır. Yevlax buradadır. Yəni əvvəl Ağstafa, sonra Yevlax gəlməlidir. Sabirabad və Neftçala isə şərtə uyğun gələ bilərdi. Sabirabad daha qərbdədir, Neftçala şərqdədir. Davam edək. Eyni sual modelini 28-də görürük. Yenə Kürşəhər sahindəki inzibati rayonları mənsəbə doğru. Yenə də format olaraq şimal-qərbdən cənub-şərqə doğru düzməliyik. Qərbdən şərqə. A-da Ağstafadan başlayaq buradan. Daha sonra Samux qeyd edilib. Bu hissədədir. Şərtə uyğun gəlir. Daha sonra Zərdab. Zərdab gördüyünüz kimi bu hissədədir. Daha şərqdədir və Kürün sahilindədir. Və son olaraq da Neftçala qeyd edilib. Həqiqətən də şərtimizə tam uyğun gəldi. Ağstafa, Samux, Zərdab və Neftçala. Cavabımız elə A-dır. Digərlərini özünüz baxarsınız. Əsas məsələ həm Kürün sahilində olsun, həm də qərbdən şərqə doğru düzülmüş olsun. Çox vaxt getməsin deyib 29-a keçid alıram. Xəzərin sahilində yerləşən inzibati rayonların şimaldan cənuba doğru ardıcıl sırası. Bu barədə bayaq da biz təqdim etmişdik ki, Xaçmaz, Şabran, Siyəzən, Xızı, şəhər olaraq Sumqayıt və Bakı şəhərləri, həmçinin Salyan, bax Salyan bu yaşılıdır, burada çıxışı var. Neftçala, burada Qızılağac körfəzi və Lənkəran ərazisidir, burada, ortada burada Masallı var. Daha sonra Astara. Gəlin variantda cavabı tapaq. Siyəzən, Xızı, burada müvafiq olaraq Xəzər çıxışı olsun, həmçində şimaldan cənuba ardıcıllıq da gözlənilsin, diqqət edin. Siyəzəndən sonra Xızı yazılıb, yanlışdır. Bir dəqiqə. Siyəzəndən sonra Xızı. Burada doğrudur, problem yoxdur əslində. Diqqətsiz elədik. Siyəzən sonra Xızı gəlir. Masallı, Salyan yazıb. Xəta buradadır. Masallı buradadır. Salyan isə ondan daha şimaldadır. O yüzden də burada artıq dayandıq. B-yə keçək. Xaçmaz, Siyəzən, Neftçala, Şabran. Burada Neftçaladan sonra Şabran gəlməz. Bilirsiniz ki, Neftçala buradadır. Kürün mənsəbi yerləşir. Şabran isə Xaçmazın aşağısındadır. C-də Xaçmaz, Quba yazıb. Qubanın ümumiyyətlə Xəzər çıxışının olmadığını xəritədə aydın görmək olar. Buna görə variantı silirik. D-də Şabrandan sonra Xaçmaz yazıb, amma Xaçmaz birinci gəlməz, sonra Şabran gəlməli idi. Davamında artıq doğru cavabımız Y qalır. Həqiqətən də Şabrandan sonra Xızını görərik. Daha sonra aşağıda Neftçalanı görə bilərsiniz.
Daha sonra Masallı, son olaraq isə Astaranı görürsünüz. Heç bir problem yoxdur. Ardıcıllıq şimaldan cənuba doğru verilib. Xəritə sxemdə rəqəmlərə uyğun gələn inzibati rayonlar. 1 rəqəmi ilə Kürdəmir, 2 rəqəmi ilə Lerik, 3 rəqəmi ilə Ağstafa, 4 rəqəmi ilə isə Qubanı görə bilərsiniz. Beləliklə doğru cavab Kürdəmir, Lerik, Ağstafa, Quba cavab oldu C variantı. Xəritə sxemdə rəqəmlərə uyğun gələn inzibati rayonları yeni tapaq. 1 rəqəmi ilə Ağstafanı görürsünüz. 2 rəqəmi ilə Kəlbəcəri görürsünüz. 3 rəqəmi ilə Xaçmaz. 4 rəqəmi ilə isə Şahbuz rayonunu görəcəksiniz. Gəlin baxaq Naxçıvanda. Cavabımızı tapaq. Ağstafa, Kəlbəcər, Xaçmaz, Şahbuz buna B variantı uyğun gəlir. Azərbaycanın sərhədində yerləşən ölkələri və coğrafi obyektlər müəyyən edin. 1007 kilometrlə biz təbii ki Ermənistanın sərhədini qeyd etmişdik. Bir daha qeyd edək. Ən uzun sərhədimiz Ermənistandır. Deməli, İran yox, Ermənistan olan variantları saxlayacağım bir rəqəminə. Davam edək. Ermənistanla sərhəddə Şahdağ hissəsindən başqa bir neçə coğrafi obyekt qeyd etmək olar. Bunları əlbəttə ki fiziki xəritəni ekrana gətirib bildirərəm. 2 rəqəmi ilə 471 kilometr Gürcüstanla sərhədimiz idi. Burada Gürcüstan qeyd edək. Deməli, şərtimizə görə 2 Gürcüstan olmalıdır. Buna görə C də yanlışdır. Sonra 3 rəqəmi ilə 765 kilometr İranla sərhədimizdir. Qeyd edək. Sonra bu arada əlavə edək. Rusiya ilə 391 kilometr. Türkiyə ilə də sərhədimiz 15 kilometr. Qaldı ki, coğrafi obyektlərə bunları da bir-bir sizə təqdim edeyim. İlk öncə Ermənistan sərhədindəki coğrafi obyektlərlə sizə tanış edək. Əsasən dağlardan keçir və burada 11 rəqəmlə Murğuz silsiləsi, daha sonra Şahdağ silsiləsi, Şərqi Göyçə silsiləsi, vulkanik yayla bu hissədə. Yazı yaylası, Naxçıvan arasında Zəngəzur və Dərəliyə silsiləsi məhz Ermənistanla sərhədimizi təşkil edir. Gürcüstanla sərhədimizi əsasən çaylar təşkil edir. Düzdür, biz burada həmin dediyim çaylar görməyəcəksiniz, amma bilin. Balakən hissədə Mazım çay, bu hissədə böyük bir məsafədə Qanıq çayı, bu hissədə Qabırı çayı. Ümumi olaraq Qanıq Ərçək vadisi və Ceyrançöl də sərhəd kimi götürə bilərsiniz. Burada Qarayazı düzü və ya Candar gölü də qeyd etmək olar. Əlavə olaraq İranla sərhəddə sizə tanış edək. Bu qədər məsafədə biz Araz çayını görə bilərik. Həmçinin Arazboyu düzənliklər də sərhəd kimi qəbul edilir. Yəni Sədərək, Şərur, Böyükdüz, Naxçıvan, Gülüstan, Yayçı, Ordubad düzü. Bu hissədə aşağı Araz çökəliyindəki Gəyən, İncə, Hərami düzü. Eyni zamanda bu hissədə Bolqar çay, cənub hissədə Astara çay, bu hissədə isə Talış dağları məhz qeyd edəcəksiniz ki, İranla sərhədimizi təşkil edir. Əlavə məlumat üçün da bildirim ki, Rusiya ilə əsasən dağlardan keçir sərhədimiz. Burada Baş Qafqaz hissəsi, Sudur hissəsi, Samur çayı və Samurda və Çovalığı sərhəddir. Türkiyə ilə sərhəddə isə sadəcə Araz çayını qeyd edəcəksiniz. Sualın doğru cavabına gəlincə, biz birinci cədvəldə Ermənistan və Ermənistanda sərhəd olan coğrafi obyektlərdən birini seçməliyik. Gəlin variantlardan baxaq. Ermənistan Şərqi Göyçəsi hissəsi həqiqətən şərtə uyğun gəlir. D variantı uyğun gələcək. 2-yə Gürcüstan qeyd etmişdik. Mazım çaydan əlavə gəlin baxaq görək D variantında başqa nə qeyd edib? Qarayazı düzü qeyd edilib Gürcüstan sərhədində. Bəli, doğrudur. Burada Mazım çay, bu isə də Qarayazı düzü. Son olaraq da burada 765 kilometrlik İran idi. Araz çayından əlavə başqa İranla sərhəddə burada nə qeyd edilib? Muğan düzü. Bayaq qeyd etmədik, indi bildirək. Məhz Muğan düzü
qeyd edə bilərsiniz ki, bəli, bu hissədə məhz o da sərhəddir. Cavabımız D variantı. Bu arada Y-dəki xəta nədir? Ermənistana Qarabağ silsəsi yazıb. Biz bayaq da bildirdik, yenə qeyd edək. Qarabağ silsə sərhəddə deyil. Qarabağ silsəsi buradadır, ölkə ərazisindədir. Sərhəddə olan vulkanik yayladır. Yaxud da ki, Gürcüstanla Yazı yaylası yazılıb. Yazı yaylası bu hissədədir, Ermənistan sərhədindədir. Beləliklə, cavab D oldu. Bənzər sual modelini gəlin bu səfər biraz sürətli işləyək. 1007 kilometr biz bildirdik ki, Ermənistan sərhədindədir. Ermənistan sərhədində Şərqi Göyçədən başqa nə yerləşir? Deməli, A-da İran yazılıb, yanlışdır. Biz bir rəqəminə təbii ki, Ermənistan yazmalıydıq. Buna uyğun variantlar digərləridir. Plus, Ermənistan sərhədinə bura Araz çayı yazılıb, yanlışdır demişdik. B-də Dərəliyə silsəsi yazılıb. Həqiqətən də Dərəliyə silsəsi bu hissədə Ermənistan sərhədindədir. Doğrudur. C-də Qarabağ silsəsi yazılıb. Ermənistan sərhədində Qarabağ silsəsi yerləşməz. D-də Murovdağ silsəsi yazılıb. Murovdağ ölkə sərhədində yerləşmir. Bu da yanlışdır. Y-də Zəngəzur yazılıb. Bu doğrudur. Deməli, biz D ilə C-ni də sildik. B ilə Y arasında qaldıq. Sonra 471 qeyd eləmişdik ki, Gürcüstanla sərhədimiz idi. Gürcüstan sərhədində də gəlin baxaq, Qabırı çayı yazıb. Qabırı çayından əlavə burada başqa nə qeyd edilməlidir? B-də Candargöl qeyd edilib. Həqiqətən də Candargöl Gürcüstan sərhədində də doğrudur. Y-də isə Salavat aşımı yazılıb. Salavat aşımı o qeyd edəcəksiniz ki, Rusiya ilə sərhəddədir. O yüzden də şərtə uyğun gəlməyəcək. Beləliklə B doğrudur. Həqiqətən də Gürcüstan sərhədində Candargöl 391 kilometr biz qeyd edə bilərik ki, Rusiya ilə sərhəddədir. Rusiyanın sərhədində burada bayaq bildirmişdik 8 rəqəminə uyğun olaraq Sudur silsəsi, Baş Qafqaz silsəsi, Samur çayı. B variantında da biz Samur çayını görə bilərik, həqiqətən də doğrudur. B-ni bir daha sizlərə təqdim edim. B-də burada Ermənistan sərhədində Dərəliyə silsəsi qeyd edib, həqiqətən doğrudur. 1007 kilometr Ermənistandadır. Şərqi Göyçə silsəsinə əlavə B-də yazılan Dərəliyə də məhz Ermənistan sərhədindədir. 471 Gürcüstanla sərhəddir. 2-yə Gürcüstan yazılıb. Qabırı çayından əlavə biz Qanıq, Mazımçay, Candargöl, Qarayazı düzü, Ceyrançöl, Acnohur və yaxud da ki, Qanıq, Əyriçay kimi ərazilərində sərhəd olduğunu demişdik. Davam edək. 3 rəqəmi ilə 391 kilometr deməli Rusiya idi. Sudur silsəsinə əlavə Samur çayı deməli qeyd elədik ki, Rusiya sərhədində yerləşir. 34-də baxırıq. Azərbaycanla oxşar iqtisadi coğrafi mövqeyə malik olan ölkələr. Bu ölkələr Qazaxıstan və Türkmenistandır. Hansı ki, adı çəkilən bu ölkələrin də dünya okeanı birbaşa çıxışı yoxdur. Onlar da bizim kimi Xəzər dənizindən şimala doğru Volqa çayına daxil olur. Volqa-Don, Volqa-Baltı kanalları ilə dünya okeanı çıxış əldə edir. Deməli, xəritə sxemi əsasən rəqəmlərə uyğun gələn inzibati rayonları tapmalıyıq. Bu rayonlar hansılardır? Xəritədən də yaxınlaşdırıb baxa bilərsiniz. 1 rəqəmi ilə Ağstafa, 2 rəqəmi ilə Tovuz, bunları burada görə bilərik. 3 rəqəmi ilə Şəmkir, 4 rəqəmi ilə Samux, bu hissədə 5 rəqəmi ilə Yevlax, bu hissədə 6 rəqəmi ilə, gəlin mən sizə burada da göstərməm rayonları, 6 rəqəmi ilə Sabirabad, bu hissədə 7 Salyan və 8 Neftçala. Neftçalanı da burada görürsünüz. Cavabımız isə buna uyğun Y variantı. Verilmiş xüsusiyyətlərin aid olduğu inzibati rayon. Ərazi 2 fiziki coğrafi rayonda yerləşir. Əhalinin milli tərkibi əsasən yekcinsdir, yəni bir etnik nümayəndə üstün paya malikdir. Ərazisində bir neçə iqlim tipi yayılmışdır. Verilənlərdən bu ifadə məhz burada təqdim edilən rayonumuza aiddir, yəni Culfa rayonuna aiddir. Belə ki, deyilən ifadə bir-bir ona aid edək. Belə ki, ərazisi 2 fiziki coğrafi rayonda yerləşir. Bəli, fiziki rayonlaşma xəritəsinə baxası olsaz, Culfanın yuxarı hissəsi Gündüd-Qapçı fiziki coğrafi rayonuna, aşağı hissəsi isə Şəhər Ordubad fiziki coğrafi rayonuna aiddir.
Milli tərkibinə görə Naxçıvandakı inzibati rayonlar əsasən bilin ki, yekcinsdir. Bunun üçün sizin üçün əlavə məlumat da təqdim edirəm, qeyd götürün. Milli etnik tərkibinə görə yekcins olan iqtisadi rayonlarımız Naxçıvandır, Qazax Tovuz, Gəncə Daşkəsən, Mərkəzi Aran, Milmuğan, Şirvan Salyan, Dağlıq Şirvan kimi iqtisadi rayonlarımızda Azərbaycanlıların ümumi pay göstərici daha yüksək faizə malikdir. Ərazisində bir neçə iqlim tipi yayılmışdır. İqlim xəritəsinə baxası olsaq, Culfanın aşağı hissəsi qışı soyuq keçən yarımçərə qurşudur. Ərazinin böyük hissəsi isə yayı quraq keçən soyuq iqlimdir. Çox yüksək dağlıq hissələri isə tağ-tundraya uyğun gəlir. Beləliklə, şərtə uyğun olan bir dənə dediyimiz kimi yer qalır. Müvafiq olaraq 1,2 tektonik zonada yerləşən inzibati rayonları müəyyən edin. Deməli, birincidə bir tektonik zonda yerləşənlərə Şahbuz və Salyanı qeyd edə bilərik. Şahbuzun ərazisi buradadır. Yalnız Kiçik Qafqaz qalxmasında yerləşir. Salyan ərazi olaraq da təxminən bu hissədədir və qeyd edəcəksiniz ki, yalnız Kürdağ arası tektonik çökmə zonasındadır. İki tektonik zonda yerləşənlər isə Qazax və Şərurdur. Qazaxın ərazisinə baxdığımızda təxminən bu hissədə deyəcəksiniz ki, az bir hissəsi Kürdağ arası çökmə, digər hissəsi də gördüyünüz kimi Kiçik Qafqaz tektonik qalxmasına aiddir. Xəritələrdə kiçik xətalar olur, amma dediyimiz ifadəni belə yadda saxlayın. Şərur ərazisi də qeyd edəcəksiniz ki, bir hissəsi Kiçik Qafqaz qalxması, digər isə Aracavan əyilmə zonasındadır. Aracavan platformada deyə bilərik. Şərtə uyğun olan variant C-dir. Ümumi olaraq məntiq belədir ki, dağətəyi rayonlarımız adətən 2 dənə tektonik zonada yerləşə bilir. Bütövdə dağlıqda olanlar 1, bütövdə ovalığın mərkəzi hissəsində yerləşənlər də 1-dir. Ərazisi əsasən allüvial, çay mənşəli düzənliklərdə yerləşən inzibati rayonlar. Belə düzənlikləri siz xüsusilə də məsəl üçün dağətəyi ərazilərdə, çərçivəsinin sıx olduğu ərazilərdə, Kür ərazi özü, Samur Dəvəçi, Qanıq Əyçay, Gəncə Qazax düzündəkiləri götürə bilərsiniz. Verilən variantda dağlıq əraziləri çıxacaqsınız. A variantında xüsusilə də Qubatlı bir qədər ərazi olaraq deyəcəksiniz ki, hündür ərazidir, şərtə uyğun gəlmir. B bizim üçün doğru yanaşma olacaq, belə ki, Bərdəni burada görürsünüz. Həmçinin Göyçay və eyni zamanda Xacmazın ərazisi çay çöküntülərlə zəngindir. C-də xəta nədir? Burada lirik dağlıq ərazidir. Ona görə də biz onu çıxacağıq. Bizə düzən ərazilər lazımdır. D-də deməli Salyan, Şəmkir, Quba. Yenə burada Quba dağlıq ərazi olaraq çıxacaqsınız. Y-də Hacı Qabul yardımlı imişdi. Deməli bircə dəqiqə. Burada diqqətsizlik elədik deyəsən. Yardımlı deməli dağlıq ərazidir. Ona görə də şərtə uyğun gəlməyəcək. Bizə dediyimiz kimi düzən ərazilər lazımdır. Çay çöküntülərinə zəngin olan ərazilər. Cavabımız B qalacaq. 39-a baxın. Ərazi əsasının akkumulyativ, yəni toplanma, ovalıqlardan gedir. Düzənlikdə yerləşən inzibati rayonlar. Biz ovalıqları götürməliyik. Yaşıl əraziyə uyğun gələn 200 metrə qədər olan düzənliklər. Verilənlərdən yenə dağlıq ərazilər çıxarıq. Xüsusilə də A-da Şamaxı var. Şamaxı ərazisi əsasən yüksək ərazidə dağlıqdır. Qobustan da əsasən elə şərtə tam uyğun gəlmir. Dendasiya daha üstündə akkumulyasiyadansa. Ağsuda da eyni zamanda dendasiya nisbətən üstün olan ərazilər var. Sonra B-də deməli Daşkəsən xüsusilə də pozulur. Deməli yüksək dağlıq ərazilər üstünlük təşkil edir. Dendasiya üstündə belə ərazilərdə. Deməli C-də burada xüsusilə də Qusarı çıxa bilərsiniz. Qusarda olduqca dağlıq ərazidir. Orada dendasiya nisbətən daha üstündür ərazi üzrə. D doğru cavabdır. Həqiqətən də təqdim edən inzibati rayonlarımız Ucar və ya Ağdaş, Saatlı və Sabirabad elə Kür ərazi ovalında yerləşən bizim rayonlarımızdır. Hakimiyyət isə burada üstündür. Yerdə Bərdə ödəyir, Göyçay ödəyir. İsmaili nisbətən dağlıqdır və yaxud da ki, Lerikdə xüsusilə dağlıqdır. O yüzden də bunları çıxsaq variant D qalır.
Müvafiq olaraq 1 və 2 ölkə ilə həmsərhəd olan inzibati rayonlar. Buna uyğun ilə A variantı gəlir. Belə ki, Oğuz yalnız Rusiya ilə sərhəddir. Zəngilan isə gördüyünüz kimi Ermənistan və İranla sərhəddir. Digər variantlarda bir-bir təhlil edərsiniz. Məsəl üçün Balakən 2 dənə rayonla sərhəddir. Bizə isə müvafiq olaraq birinci bir inzibati rayonla, bir ölkə ilə sərhəd olmasını istəyirdi. Şəki isə 1-dir. Yerlər dəyişik olmalı idi. Davam edin. 41-ə baxaq. Azərbaycanda gətirmə konuslarını daha geniş yayıldığı inzibati rayonlar. Gətirmə konusu dağdan düzənli çıxan hissədə çayın gətirib topladığı çöküntülər də biz bunu Qanıqəyi çay vadisində, Şirvan düzündə, eyni zamanda Gəncə, Qazax, Qarabağ düzlərində daha çox görə bilərik. Digər Dağətəyi, Çarşı və sıx olduğu ərazilərdə qeyd etmək olar. Verilən ərazilərə uyğun gələn rayonları seçsək, ya ovalığın mərkəzini seçə bilməzsiniz, ya da ki, misal üçün, yüksək dağlıq ərazilər seçə bilməzsiniz. A variantında, məsəl üçün, Daşkəsən və ya Saatlı gedər, çünki həmin ərazilər gətirmə konusları formalaşa bilməyəcək. Daşkəsən yüksək dağlıqdır, Saatlı isə düzənliyin ortasıdır. B bizim cavabımızdır. Adı çəkilən Şəki şəhəri və ya rayon olaraq baxdığımızda Qanıqəyi vadisi zəngin gətirmə konusuna aiddir. Sonra Göyçay, Şirvan düzündə yerləşir. Böyük Qafqazın cənub yamacından gələn çaylar çoxlu gətirmə konusu formalaşır. Ondan bir qədər qəbdəki Ağdaşda həmçinin və eyni zamanda biraz yuxarıdakı Qəbələ də şərtə uyğun gəlir. C-də nə pozacaq? Burada Ucar misal üçün poza bilər. Çünki Ucar olan ərazi dağətəyi ərazi deyil. Ona görə gətirmə konusu orada toplana bilmir. Və yaxud da ki, D-də hansı ifadə pozacaq ərazi olaraq? İmişli misal üçün şərtə uyğun gəlməz. Və yaxud da ki, baxım görün başqa nə var burada. Y variantında deməli, Kəlbəcər xüsusilə də pozacaq. Kəlbəcərin ərazisi gətirmə konusu üçün uyğun gəlmir. Yüksək dağlıq ərazilər üstün təşkil edir, dağətəyi ərazilər üstün deyil. 42-yə baxaq. Əlamətlərə uyğun gələn inzibati rayonu müəyyən edin. Dəmiyə və suvarma əkinçisi inkişaf etmişdir. Bunun üçün biz dağətəyi və düzənlik ərazisi olan əraziyə götürməliyik. Dəmiyə adətən bilirsiniz ki, alçaq dağlıq, orta dağlıq ərazilərdə, suvarma isə düzən ərazilərdə, quraq ərazilərdə aparılır. Zəngin rekreasiya resursları var. Rekreasiya, turizm, istirahət, əlbəttə ki, bu dağlıq ərazilər üçün sərcəvidir. İntrazonal, yəni düzən meşə landşaftına və dağ meşə landşaftları yayılmışdır. Xarici ölkə ilə sərhəddir. Əsasən buradakı rayonlardan birini götürə bilərik. Məsəl üçün Şəkini. Verilən variantlarda ilə Şəki doğru yanaşmadır. Həqiqətən də səthində gətirmə konusları var. Çünki dağətəyi ərazi olaraq Qanıqəyi vadisinə düşür. Xarici ölkə olaraq Rusiyanın sərhədi var. Eyni zamanda interzonal landşaft olaraq Qanıqəyi vadisində şirin qurumsal səthə yaxın olduğuna görə düzən meşə landşaftı formalaşır. Yəni ifadənin hamısı keçərlidir. Həm bu arada dağətəyi orta dağda dəmiyə şəraitində, həm də Şəkinin Ajnohor düzünə uyğun tərəfdə suvarma tətbiq edilməlidir. O yüzden də hər iki, daha doğrusu bütün verilən ifadələr Şəkiyə uyğun gəlir. Azərbaycanın həmsərhəd olduğu ölkələrdə müvafiq olaraq Aralıq və Qaradənizə birinci, yalnız Qaradənizə, bu da ikinci, birbaşa çıxışı olan ölkələr. Deməli, verilənlərdən Türkiyənin yoldaşlar, bir də burada var, Y variantının. Həm Aralıq dənizə, həm də Qaradənizə çıxışı var. Bu arada ikincidə isə yalnız Qaradənizə çıxışı olan Gürcüstandır. O yüzden də cavabımız dediyimiz kimi Y variantı edəcək. Müvafiq olaraq Candar göl və Acınohur gölünün yerləşdiyi inzibati rayonları müəyyən edin. Candar göl bu hissədədir, Ağstafa rayonundadır. Acınohur göldə bu hissədə Qax və Şəki sərhədində yerləşir. Bir daha təqdim edək. Candar göl Ağstafa rayonunda, Acınohur gölü isə Qax və Şəki rayon ərazisində sərhəddir. Cavab olaraq D variantı. Kürçayın hər iki sahəndə yerləşən inzibati rayonlar. Kürçayın hər iki sahəndə yerləşənlər bayaq bildirdik. Təkrarçılıq eləyək. Ağstafa, Tovuz, Şəmkir, Samux, Mingəçevir şəhəri, Yevlax rayonu. Həmçinin 3 dənəsi də Mənsəbə yaxın ardıcıl Sabirabad, Salyan, Neftçaladır. Gəlin buna uyğun variantı tapaq. Cavab olaraq Y variantındakı rayonlar olacaq.
Dünya okean səviyyəsindən aşağıda yerləşən rayonlar. Dünya okeanı aşağıda yerləşən bu tünd yaşılla verilən ərazilər və bir də gördüyünüz kimi bütün Xəzər sahilinə çıxış olan rayonlar olacaq. Beləliklə, həmin zonada yerləşən rayonlardan A variantını qeyd etmək olar. Məsəl üçün, Salyan rayonu və yaxud da ki, Sabirabad rayonu, Saatlı, bir də Neftçala. Digər variantda isə təqdim edilən həmin bu tünd yaşıldan daha qərbdəki ərazilərdir ki, oranın hündürlüyü Dünya okeanından daha yuxarı olacaq. Ərazi Dünya okean səviyyəsindən yuxarıda yerləşən inzibati rayonlar. Az öncə öyrətdiyim, təqdim etdiyim ərazidən kənardakı əraziyə götürməliyik. Məsəl üçün, Xaçmaz kimi Xəzər çıxışı olan rayon olan variantlar çıxacaqsınız. Yaxud da Salyan özü bayaq bildirdik, Kürdəmirdir həmçinin və yaxud da ki, bircə dəqiqə. Sabirabad misal üçün buna görə bu variant getdi, cavab D qaldı. Həqiqətən təqdim edilən Şərur Naxçıvandır. Naxçıvan ən aşağı hissəsi Ordubadda da 600 metrdən başlayır və qərbə doğru hündürlüyü artır. Yaxud da ki, Tovuz, gördüyünüz kimi bizim Dünya okeanı aşağı hissə burada bitir. Buradan daha qərb, bu hissələr nə olacaq? Dünya okeanı yuxarıda, Tovuz əlbəttə ki, yuxarıdır. Ağstafa ondan da qərbdə yuxarıdır. Qazax ondan da qərbdədir, təbii ki, yuxarıdır. Ərazi Kürşən hər iki sahilində yerləşən inzibati rayonlar. Bayaq da təqdim etdik, cavabı tapmağa çalışaq. Elə A variantı doğrudur demişdik. Bayaqlarda izah vermişdik 2 dənə test əvvəl. Ərazi Kürşəni yalnız sağ və yalnız sol sahilində yerləşən inzibati rayonlar. Gəlin bir daha bunları göstərim. Yalnız sağda olanlar Qazax, daha sonra Goranboy, Bərdə, Ağcabədi, Beyləqan, İmişli və Saatlıdır. Yalnız sol sahilində qalanlar isə Ağdaş, Zərdab, Kürdəmir və Hacıqabul və Şirvan şəhərində qeyd etmək olar. İndi verilən cavabı tapaq. Birinci, sağdakılar Ağcabədi, Qazax ödəyir. Ağdaş, Kürdəmir də sol olaraq yalnız ödəyir. Davam edək. Əllidə verilmiş inzibati rayonları birinciləri Kür çayına uyğunlaşdırmalıyıq. Sağ, sol yoxsa hər ikidir. İkincidəkilər Araz çayına uyğun deməliyik. Məsəl üçün, İmişli rayonu Kürün hansı sahilindədir? İmişli gördüyünüz kimi Kürün sağındadır. Deməli, buna sağ sahil deyəcəksiniz. Sabirabad isə Kürün hər iki sahilində idi, ortasından keçirdi. Ona görə hər iki. İndi isə gəlin Araz çayına nəzərən Beyləqan rayonu Arazın arasındadır. Araz çayı yoldaşlar bu şəkildə axır. Yəni istəyirsə mən bunu çəkin bilin. Burada İran sərhədindən axır və gördüyünüz kimi Sabirabad ərazisində gəlib neyir? Kürə qovuşur. Nəysə. Burada Beyləqan Arazın sol sahilindədir. Ona görə yazıram bura sol. Sonra Saatlı isə Araz onun içərisindən keçdiyinə görə hər iki olacaq. Beləliklə cavabı sağ hər iki, sağ hər iki, sol hər iki. Belə bir cavab B-də görürsünüz verilib. Digər model testi də izah etmədən əvvəl mən Araz çayına nəzərən inzibati rayonların vəziyyətini bildirim. Deməli yoldaşlar, Sədərək, Şərur, Kəngərli rayonu, Naxçıvan şəhəri, Babək rayonu, Culfa və Ordubad rayonu Araz çayının sol sahilindəki rayonlarımızdır. Həmçinin digər sol rayonlarımız Arazın sonunda yerləşən Zəngilan, Cəbrayıl, Füzuli, Beyləqan, Babulardır. Arazın hər iki sahilində yerləşən İmişli, Saatlı, bir də Sabirabadı deyə bilərsiniz. Arazın sağında yerləşən sadəcə biləsi vardır. Bunu belə bilin. Biz isə buna uyğun cavabı tapaq. Suala baxın. 51-də. İnzibati rayonları birincidə Kürə görə düzməliyik. İkincidə isə Araza görə düzməlisiniz. İcra edək. Goranboy Kürün hansı sahilində idi? Bayaq bu barədə danışmışdıq. Goranboy Kürün yalnız sağındadır. Deməli, bura sağ yazdım. Samur isə gördüyünüz kimi Kürün hər iki sahilindədir. O zaman yazıram hər iki. İndi isə digər verilən rayonları Araz çayına nəzərən hansı mövqedə yerləşir, onları təqdim edək. Saatlı, deməli, Arazın hər iki sahilində yerləşən rayonudur. Deməli, hər iki. Füzuli rayonu isə Arazın sol sahilindədir. O yüzden də burada yazıram sol. Bu səfər yazdığım cavaba uyğun variantı tapaq. Sağ hər iki,
Hər iki sol. Belə bir variant A-da var. 52 ilə davam edək. Verilmiş xüsusiyyətlərin aid olduğu inzibati rayonu bizdən istəyir. Ərazi 2 tektonik zonada yerləşir. Əhalinin milli tərkibi mürəkkəbdir, yəni qarışıqdır, rəngarəngdir. Əgər mürəkkəbdirsə, yekcins olan əraziləri çıxaq. Misal üçün, Aran zonası yekcinsidir, Dağlı Şirvan, həmçinin Naxçıvan yekcinsdir. 2 tektonik zona deyirsə, müvafiq olaraq Ağcabədini də silə bilərsiniz, çünki ancaq Kürdağ arası tektonik zonada yerləşir. Həmçinin Xaçmaz da ancaq Ön Qafqaz çökmə zonasında yerləşir. Davam edək. Ərazisində bir neçə iqlim yarım tipi var. Təbii ki, cavab elə 5 rəqəminə uyğun Zaqatala qalır. Verilən ifadələri bir-bir xəritələrdən qarşılaşdırın. Zaqatala rayonu ərazi 2 tektonik zonadadır. Şimal hissəsi Böyük Qafqaz qalxması, cənub hissəsi Qanlı Qərçəyə düşən hissəsi Kürdağ arası çökmədədir. Milli tərkibinə görə Şərqi Zaqatala iqtisadi rayonunda yerləşdiyinə görə burada avarlar, saxurlar, inqloylar, yəni qarma-qarışıqlıq var, doğrudur, mürəkkəbdir. Bir neçə iqlim yarımtipində yerləşir, bəli. Müvafiq olaraq Qanlı Qərçəyin aşağısından yuxarıya doğru Böyük Qafqaza qalxsaq, əvvəl iqlim olaraq 3 rəqəminə uyğun deyəcəksiniz ki, qışı quraq keçən mülayim isti iqlimdir, sonra 5 rəqəminə uyğun olan yağıntılar təxminən bərabər paylayan mülayim isti iqlimdir, sonra 1500-dən 2000-yə qədər soyuq iqlim var. 8 rəqəminə uyğun bütün fəsillərdə bol yağıntı soyuq iqlimdir. Sonra 2000-dən yuxarı ərazilərdə dağ tundra gəlir. Şərtə uyğun olan elə dediyimiz kimi B variantı Zaqataladır. Deməli, Eyler-Venn diaqramda Balakən, Astara rayonları uyğunlaşdırmalıyıq. Balakən görürsünüz buradadır. Həm Rusiya, həm Gürcüstanla sərhəddədir. Deməli, Astara rayonunda İran sərhədində və Xəzər çıxışı olan rayonumuzdur. Gəlin bu iki rayona dair ifadələrə baxaq. Xarici ölkə ilə həmsərhəd olması ortaq oldu. 1 getdi 3-cüyə. Ərazinin bir hissəsi okean səviyyəsindən aşağıdadır. Biz bunu bayaq öyrəndik ki, Xəzər çıxışı olanlardır. Bu hissə isə əlbəttə gündürdür. Astaraya getdi. Qışı quraq keçən mülayim isti iqlim yarımtipi var. Qışı quraq keçən mülayim isti iqlim təbii ki, Qanlı Qərçəydə olduğunu görə Balakənə gedəcək. Astara tərəfdə yay quraq keçən mülayim isti iqlimdir. Ərazisindən axan çaylar Kür hövzəsinə aiddir. Bu Balakənə aiddir. Çünki buradan axanlar Qanlığa, Qanlıqda Mingəçevir Sambar tökülür. Amma Astaradan axan çaylar Təngərüd və yaxud da ki, Astara çay birbaşa hara tökülür? Xəzərə. Deməli, Kür hövzəsinə aid edildi. 4 getdi Balakənə. Ərazisində təbiəti mühafizə obyektləri yaradılmışdır. Bəli, təbiəti mühafizə edən qoruq milli park dediyimizdə Balakən və Zaqatala arasında elə Zaqatala qoruğu var. Astarada da Talış dağlarının ətəklərində biz Hirkan meşəsində Hirkan milli park və eyni adlı qoruq yaradığını görərik. O yüzden 5 kəsişməyə getdi. Çayların iri soyuq dövründə daha bol su olur. Soyuq dövründə bol su olması Lənkəran vilayətinin çayları üçün səciyyədir. Çünki olan qidalanmasında əsasən yağış suları qismən yeraltı suların rolu var. Yağış əsasən soyuq dövrdə düşdüyünə görə qışda bol su olur. Bu ərazidən axan çaylar. Davam edirik. Cavab olaraq da seçərsiniz. 3, 4, 2, 6, 1, 5'e buna uyğun C variantı olacaq. Növbəti model testimizlə sizi tanış edək. Sualın şərti aydındır. İndi biz bu rayonların adlarını müvafiq yerləri qeyd edək. A rayonu bilirsiniz ki, İsmayıllıdır. Kısaca yazın. İsmayıllı. B rayonumuz isə Füzuli rayonudur. Qeyd edək. Davam edək. İsmayıllı Füzuli rayona dair fikirləri uyğunlaşdırmalıyıq. Daha yaxından baxaq. Köndələnçay su anbarı və Milmuğan hidroqovşağı burada yerləşir. Adlar çəkilənlər Füzulidədir. Bunları əlbəttə ki, bu xəritədə yox. Atlasın quru sular xəritəsini açacaqsınız. Oradan görəcəksiniz. Köndələnçay su anbarı ilə bir də Milmuğan hidroqovşağı bəli, hardadır? Füzulidədir. Yağıntıları bərabər paylanan mülayim isti iqlim tipi yayılmışdır. Bunu biz Böyük Qafqazın cənubi yamacında görürük. Yalnız 2 vilayətdədir. Yağıntılar bərabər paylanan mülayim isti iqlimdən diqqət edin bu hissəyə. 5 rəqəm. Yağıntılar təxminən bərabər paylanan mülayim isti iqlim. Və bu 5 rəqəmli siz bir Böyük Qafqazın cənubi yamacında bir də bir dəqiqə buranda 5 düzəldək. Bu da 7-dir, xətalı olub. Bir də əlbəttə ki, Talış dağlarında görə bilərsiniz. Amma Füzuli olan tərəfdə biz
4 və ya 1 rəqəmini görə bilərik. Onlar isə gördüyünüz kimi yay quru keçən mülayimçı iqlim və qışı mülayim keçən yarımsərə quru çöldür. Nəysə davam edirik. 2-dəki ifadə gedir İsmailiyyə. Şahdağ Milli Parkın bir hissəsini əhatə edir. Ölkənin ən böyük milli parkı olan Şahdağı siz Milli Park və Qoruqlar mövzusunda görə bilərsiniz. Məhz bu milli park əlbəttə ki bir hissəsi İsmailiyyə düşür. Yəni Qəbələdir, İsmaillidir, Şamaxıdır, Quba, Qusar kimi rayonlara düşür. Əsasən dağ turizm kompleksləri qorunur demişdik. 3 getdi İsmailiyyə. Ərazisində hava limanı istifadə verilmişdir. Gəlin Azərbaycan nəqliyyatına dair olan xəritə ilə də sizlər tanış edək. İsmaildə hər hansı bir hava limanı yoxdur. Amma Füzulidə ölkəmizdə hava limanları xəritəsindən də görürük ki, bəli Füzulidə var. 4 gedir hara? Füzuliyə. Əsas məsələ bu atlası vərəqləməyi bacarmağınızdır. Mövzuları işləmək olduqca bəsirdir. Sonra davam edək. Növbəti deməli olan şərt işarəsini görürsünüz də hava limanı ən azı təyyarənin şəklində bənzər bir şərt işarəsi var və digər hansı rayonlarımızda olduğunu da buradan görə bilərsiniz. Çayları Kür çayın toplayıcı hövzəsinə aiddir. Maraqlıdır. Bu kəsişməyə gedəcək çünki həm İsmaildən axan çaylar, həmçində Füzulidən axan çaylar gəlib Kürə qovuşacaq. Belə ki, Füzulidən axanlar Araza, Araz vasitəsilə Kürə qovuşur. İsmaildən axan çaylar da tutam Girdiman çayı gəlib neynəyəcək? Birbaşa barada Şirvan düzündə Kürə qovuşacaq. Cavabı biz indi tapmağa çalışsaq, hansı variant olduğunu indi təyin etmiş olarsınız. Vaxt gedir, biz belə qeyd elədik, cavabı yəqin ki belədir. 55-ə baxaq. Azərbaycan Respublikası hansı ölkələr qrupu arasında tranzit mövqeyə malikdir? Yəni bu deməkdir ki, o ölkələr arasındakı uçuşlar, əlaqələr bizdən keçəcək. Deməli, Türkiyə, İran bu olmaz. Çünki həm Türkiyə, həm İranın özlərinin birbaşa quru sərhədi var, bizə ehtiyac yoxdur. Amma Özbəkistan, Türkiyə, biri bizdən şərqdədir Özbəkistan, digər Türkiyədir. İndi bizim xəritəmiz biraz yaxşı düşməyib. Sizə daha yaxşı xəritə gətirərəm. Deməli, Özbəkistanla Türkiyə olacaq. Rusiya, Ukrayna hal-hazırda müharibə rejimdədirlər, amma ümumi olaraq qonşuluğu var, bizə ehtiyac yoxdur. Türkiyə, Qazaxıstan, bəli, Mərkəzi Asiya ölkələri ilə bizdən qərbdəki ölkələr arasında biz bir növ tranzit mövqeyə malikik. Türkmənistan, Gürcüstan. Məhz bu da olar. Həqiqətən də Gürcüstan bizdən şimal-qərbdə, Türkmənistan bizdən şərqdə yerləşir, uyğundur. Amma Rusiya-Özbəkistan əlaqələrində Mərkəzi Asiyada məhz Qazaxıstan tranzit rol oynayacaq, biz yox. Cavabımız artıq bəllidir. Başqa bir xəritədə ehtiyac yoxdur, sadə sual idi. Mil düzünə aid olan xüsusiyyətlər, xəritədə Kürəruz ovalına aid olan mil düzünü görürsünüz. İmişli inzibati rayonu burada yerləşir. Həqiqətən İmişli burada yerləşir. Doğrudur. Beyləqan biləsi var Göyçay. Xüsusilə də bu Göyçay biz bilirik ki Şirvan düzün rayonudur. O yüzden də 2 yanlış oldu. Biləsi var da bu arada qeyd edəcəksiniz ki Muğan düzünə aiddir. Yəni burada biləsi var və Göyçaya görə yanlışdır. Ərazisindəki milli parkda su quşları qorunur. İmişlidə elə Ağgöl Milli Park yerləşir. Orada da su quşları qorunur. Doğrudur. Daha doğrusu Mil düzündə Ağgöl Milli Park yerləşir və əsasən daha çox Ağcabədi rayon ərazisinə uyğun gəlir. Bu yanaşma da doğrudur. Arid meşələr geniş ərazilər əhatə edir. Bu ərazi əsasən Mil düzü yarım səhradır. Yalan söhbətdir burada verilən ifadə. Davam edək. Neft ehtiyatına malikdir. Mil düzündə bəli neft ehtiyatı var. Xüsusilə də Mil düzündə İmişli ərazisində Muradxanlı yatağında mezzo yaşlı neft ehtiyatı var. Gəlin faydalı qazıntı xəritəsinə diqqət edək. Mil düzündə gördüyünüz kimi Muradxanlı və müxtəlif aktiv quyular mövcuddur. Hətta yadda saxlayın ki İmişdəki Muradxanlı, Kürdəmirdəki Mollakənd mezzo yaşlıdır. Ölkəmizin digər neft ehtiyatları isə Kaynazoyun 4-cü dövrün süxurlarına uyğun gəlir. İri mərmər travertin yataqları yanlışdır. Burada belə bir resurslar yoxdur. Mərmər Qubada, Daşkəsəndə, Şərurda, Ağdamda var. Travertində Kəlbəcər tərəfdə var. Kollektor dənlər kimi yaradılmışdır. Bəli, doğrudur. Baş Mil Qarabağ kollektoru ilə buradan keçir.
ölkənin şoranlaşmaya məruz qalan ərazilərdəndir və kollektiv drenaj vasitəsindən torpaqlar meliorasiya nəticəsində məhsuldarlığı artırılır. Qara torpaqlar geniş yayılır, bu da yanlışdır. Qara torpaqlar bilməlisiniz ki, İsmayıllı, Şamaxı və yaxud da ki, Gədəbəy, həmçinin Daşkəsən, Xocavənd rayonları tərəfdədir, amma bizim Mir düzündə əsasən boz şəmən torpaqlar üstünü təşkil edir. Cavab burada 1, 3, 5, 7 oldu. 57-yə baxaq. Bu səfər Şirvan düzünə aid olan doğru ifadələr istəyir. Şirvan düzü görürsünüz, Kürün sol sahəsində yerləşən və Kür ərazinin ən böyük düzüdür. Şimal doğru hündürlüyü artır. İmişli İnzibati rayonu burada yerləşir. Xeyr, İmişli bayaq qeyd elədik ki, Mir qismən də Muğana düşürdü. Ərazisində çayların gətirmə konuslarına rast gəlinir. Bəli, Şirvan düzü xüsusilə Böyük Qafqazın cənub yamacından axan, misal üçün Türyan çay, Girdiman çay, Göyçay, Ağsu çay kimi çayların gətirdiyi çoxlu gətirmə konuslarına zəngindir. Kürdəmir İnzibati rayonu burada yerləşir. Bəli, Kürdəmir də ucardı, gördüyünüz kimi elə Ağdaşlı burada yerləşir. Ərazisində mühüm dəmir yolu və boru kəmər xətləri keçir. Bu da doğrudur. Gəlin göstər. Respublikamızın əsas magistral yolu olan yol əlbəttə ki, elə dediyimiz kimi Şirvan düzündən əsasən keçəcək, doğrudur bu hissədə. Qərbdə Gürcüstanla həmsərhəddir. Bu yanlışdır. Çünki təxminən bu hissədən sonra artıq biz onun sərhədi dayanır və əlbəttə ki, Gürcüstana gedib çatmır. Buxarlanma ilə buxarlanma qabiliyyəti arasındakı fərq böyükdür. Bəli, bu fərq ərazinin quraqlıq dərəcəsini bildirir. Ərazi nə qədər quraqdırsa, o qədər fərq böyükdür. Yəni, fərq çox olanda ərazi daha quraq olur deyirik. Bu ərazilərdə təbii ki, temperatur yüksəldiyində buxarlanma qabiliyyəti çoxdur, 1000-1200. Amma yağıntı az düşdüyünə görə səthdə buxarlanma az gedir. Məsəl üçün, təxminən 300 mm yağıntı miqdarına uyğun. Qəhvəyi meşə torpaqları geniş yayılıb. Qəhvəyi meşə xüsusilə də 600-800-dən 1000-1200 metrə qədər olan dağlıq ərazilərdə palıd və ləsdən ibarət meşənin altında formalaşır. Amma Şirvan düzü yarımsəhradır. Burada əlbəttə ki, boz şəmən torpaqları üstünü təşkil edəcək. Taxılçı və sitrus meyvəçiliyi inkişaf edib. Bu da yanlışdır. Şirvan düzü Kür ərazidir. Burada əlbəttə ki, suvarma tətbiq etməklə pambıqçılıq, quru subtropik meyvəçi olan nar, heyva, həmçinin burada bostançılıq olan qarpız yemiş boranı misal üçün inkişaf edilir. Amma qeyd edilən taxılçılıq nisbətən dağətə ərazilərdə taxılçılıq əsasən burada ola bilər. Amma sitrus meyvəçi xüsusilə də pozacaq. Yadda saxlayın ki, sitrus meyvəçi, limon, portağal, narengi bunların yetişdirilməsi Lənkəran zonası, rütubəti subtropik iqlim şəraiti əlverişlidir. Şirvan düzü isə bu meyvəçilik sahəsinin inkişafına imkan vermir. Doğru cavab 2, 3, 4 və 6 olacaq. Deməli, növbəti suala baxıram. İran Respublikası ilə olan sərhədimizin keçdiyi əraziləri Rusiya ilə sərhədlərimizdən fərqləndirən xüsusiyyətləri seçin. İranla sərhədlərimizi Rusiya ilə sərhədlərimizdən fərqləndirən ifadələr seçməliyik. Respublikamızın ən hündür dağ hissəsi burada yerləşir. Respublikamızın ən hündür dağ hissəsi Baş Qafqaz hissəsidir və o əksinə Rusiyanın sərhədini İran sərhədinə fərqləndirir. Bizə tərsinə soruşur. Mütləq hündürlük nisbətən azdır. Bəli, Rusiya ilə müqayisədə burada mütləq hündürlük azdır. Burada yerləşən ən hündür dağ sistemi Talış dağ sistemidir. Onun da ən hündür nöqtəsi Kömürköy 2493-dür. Deməli, ikini götürə bilərik, müqayisə aparsaq, Rusiyanın sərhədə görə İran sərhədi mütləq hündürlüyü, dənizin olan hündürlüyü azdır. Əsasən soyuq iqlim tipi formalaşan ərazilərdir. Bu da əksinədir. Soyuq iqlim yüksək ərazilərdə olmalıdır. Bu ərazilər düzən olduğuna görə əsasən yarım səhradır. O yüzden yanlışdır. Çox hissəsi düzənlikdir. Bu artıq uyğun gələcək həqiqətən də. İstər Arazboy, istər aşağı Arazçıqal, istər Kür Araz, istər Lənkərovan kiçik bir hissəsi məhz düzənliklər olduğunu görürük. Yarımsərhəd və qurşu iqlimi geniş yayılıb. Bəli, həqiqətən də İran sərhədləri Rusiya sərhədindən fərqli yarımsərhəddir. Rusiya sərhədlərinə baxdığımızda bunu iqlim xəritəsində daha aydın görə bilərsiniz. Orada daha çox dağ tundra və soyuq iqlim, bu tipli iqlim tiplərini görə bilərik. 9 rəqəm dağ tundradır, 7 rəqəmi ilə qışı quru keçən soyuq iqlim, 5 rəqəm yağıntılar bərabər mülayim isti iqlimdir, 1 rəqəmi isə qışı mülayim keçən yarımsərhəd quru çöldür. İranla sərhəddə isə gördüyünüz kimi əsasən 2 rəqəmi 1 rəqəmidir.
daha geniş ərazi əhatə edən. 2. Qışı soyuq keçən yarımsəhradır. 1 isə qışı mülayim keçən yarımsəhra quru çöldür. Verilən 58-in cavabı 2, 3, 4'dür. Doğru sıraları tapmaq tələb edilib. Tərtər çay mənbənin yerləşdiyi inzibati rayon yaxınlaşdıraq. Tərtər çay gördüyünüz bu çaydır. Mənbəyi Kəlbəcərdə, daha sonra Ağdərədən keçir. Tərtərdən keçir, Bərdə arasından Kürə qovuşur. 200 km uzunluğu var. Mənsəbi də Bərdədə yerləşir. Doğrudur. Əsas qida mənbəyi vulkanik ailədən başlayır. Gəlinqaya dağından. Yeraltı sudur. 71% qidalanmada. Doğrudur. Sonra Naxçıvan çay. Naxçıvan çay gördüyünüz kimi buradan axır. Şahbızdan başlayır, Babək ərazisindən keçir və gəlir Araç çayına qovuşur. Şahbız rayonundan başlayır, amma Culfada yox. Dedik ki, Babəkdə tökülür. Buna görə yanlışdır. Pilüsdə qarbuzlaq yox. Bunlar adətən yeraltı sularına daha çox qidalanır. Sonra Türyan çayı diqqət edək. Türyan çay buradan başlayan çaydır. Qəbələdən Ağdaşa və oradan da gəlib deyəcəksiniz ki, Kürə qovuşur. Mənbəyi Qəbələdə, mənsəbi Ağdaşda və yeraltı su 61% qidalanmada yeraltı suların rol böyükdür. Doğrudur. Bilək çaya diqqət edək. Bilək çay bu hissədən axır. Yardımlıdan Masallıya doğru gedir. Mənbəyi Yardımlıdadır. Doğrudur. Mənsəbi Lənkəran yox, Masallıya uyğun gəlir. Pilüsdə yeraltı su yox. Ümumiyyətlə Lənkəran vilayətinin çaylarında yağışların rolu daha böyükdür. Qismən yeraltı demişik. Qusar çayı diqqət edək. Buradan axan çaydır. Bazar düzündən başlayır və Qusar rayon ərazisindən keçərək xüsusilə də Xaçmaz rayon arasında birbaşa Xəzərə tökülür. Mənbəyə Qusar, mənsəbi Xaçmaz qarbuzlaqla qidalanır. Doğrudur. Cavab 1-5 olacaq. 60'da da bizdən doğru ifadələri, fikirləri istəyir. Zəfər zirvəsinin yerləşdiyi inzibati rayon xarici ölkə ilə həmsərhəddir. Ölkənin ən hündür zirvəsi olan Bazar düzü və Zəfər zirvəsi, Bazar düzü 4366, Zəfər zirvəsində 4301, hər ikisi Qusar rayonundadır və o da Rusiyanın sərhədləridir. Bu doğrudur. Abraziya prosesi iqlim şəraitindən daha çox asılıdır. Abraziya dağların fəaliyyətidir və burada iqlim yox, dənizin fəaliyyətindən asılıdır, dalğaların fəaliyyətindən. Deməli, iqlim şəraiti olmadı. Prolivial düzənliklər müvəqqəti axarların gətirdiyi çöküntülərdən yaranır. Bəli, yadda saxlayın ki, prolivial müvəqqəti axarlar. Nədir müvəqqəti axar? Yağışdan sonra yaranan axıntı və ya qarın əriməsi zamanı yaranan axıntıdır. Alluvial isə, üzr istəyirəm, alluvial daimi axarların yaratdığı axıntılardır. Onların yaratdığı çöküntülərdir. Davam edək. Mil, Muğan və Salyan düzlərində gətirmə konusları geniş yayılıb. Bu yanlışdır. Gətirmə konusları dağətə ərazilərdə olur. Təqdim edilənlər isə Kür ərazinin orta hissələridir. Ona görə olmaz. Gətirmə konusları bayaq bildirmişdik. Qanlı-Qəçayda, Şirvanda, Gəncə-Qaza, Qarabağ düzlərində çayın dağdan düzənə çıxan hissədə ət-ətə topladığı çöküntülərdir. Muğan düzü Xəzər dənizi sahilində yerləşir. Bu da yanlışdır. Gəlin biz Muğan düzünün yerini isə bir daha göstərək. Muğan düzü bu hissədədir. Xəzərə çıxışı yoxdur. Xəzərə çıxışı olanlar Cəm-Şərqi Şirvan, Salyanda, Kür ərazidəkilərdən. Digərləri isə Lənkəran ovalığı və yaxud da ki, Abşeron sahilləri, Yaşma düzü, eyni zamanda Samurda və Ço ovalığını qeyd etmək olar. Davam edək. Bednentlər arid dendrasiya relief formuna aiddir. Bəli, arid quru dendrasiya dağılmadır. Alçaq dağlıq ərazilərdə, gilli suların üstün olduğu ərazilərdə, quraq iqlimdə, xüsusilə də səth suları və külək təsirinin torpaqdakı çürüntü sovulub daşınır kənara və əkinə yaramayan gilli sıxırlar toplanır ki, həmin belə gilli sıxırlardan ibarət əkinə yararsız ərazilər bednent adlanır. Bəd, pis olan torpaq, əkinə yaramayan torpaq. Biz belə əraziləri arid dendrasiya relief formaları Ceyrançöldə, Acınoğurda, Qobustan alçaq dağlığında, Naxçıvanın alçaq orta dağlıq ərazilərində daha çox rast gələ bilərik. 60'da doğru cevap 1-3-6'dır. 61'də də bizdən doğru ifadələr istəyir, diqqətli olaq. Burada silsilə və silsilənin yerləşdiyi zirvə inzibati rayon. Baş Qafqaz silsiləsi, diqqət edirsə Baş Qafqaz silsiləsi budur. Bu silsilədə müxtəlif zirvələr yerləşir. Onlardan biri də Rangtan zirvəsi kimi qeyd edilir. Doğrudur. İndi xəritəmizə yazılmasa da bilin ki, Rangtan 4020 metr hündürlüyü var. Baş Qafqaz silsiləsində yerləşir.
Və Baş Qafqaz hissəsi bir çox rayon arasında yerləşir. Onlardan da Zaqatala, Quba yazılıb. Həqiqətən də Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, elə Quba, Qusar kimi rayonların ərazilərinə düşür. Tamamilə də doğrudur. 2-də Qarabağ dağları qeyd edilib. Qarabağ dağları deyəndə Qarabağ silsiləsindən söhbət gedir. Bu silsilədə yerləşən zirvələrdən biri də elə ən hündürü Böyük Kirs dağıdır, 2725 metr. Həmin silsilənin yerləşir rayonlara isə Şuşa şəhəri, Xocavənd rayonu indi şərtə uyğun gələcək. Doğrudur. Xocavənd İnzibati rayonu gəlib Qarabağ silsiləsinə də çatır. Doğru yanaşmadır. 3-də Murov dağ silsiləsi təqdim edilib. Bunun zirvələrindən bir də Böyük İnal dağıdır, 3367 metr. Daha qərbində yerləşir. Ancaq burada silsilədə yerləşən rayonlara Daşkəsən doğru olsa da, Daşkəsən və yaxud da ki, burada müxtəlif Kəlbəcər, Göygöl yazıla bilərdi, Goranboy həmçinin. Amma Ağdərədə həmçinin. Samıq olmaz. Samıq inzibati rayon olaraq bu hissədədir və onun Murov dağ silsiləsinə əlaqəsi yoxdur. Ortada Göygöl var. Davam edirik, Xətai burasındadır. 4-də Zəngəzur dağları qeyd edilib. Zəngəzur dağları Ermənistanla Naxçıvan sərhədində yerləşir. Bu zirvədə yerləşən zirvələr, daha doğrusu bu silsilədə yerləşən zirvələrdən biri də Qapıcıq da elə ən hündür zirvəsidir. 3904 metr uyğun gəlir. Ancaq şəhər Ordubad qeyd edilməsi yanlışdır. Ordubad ödəyir, çünki Ordubadır, Culfadır və Şahbuz rayonlarının ərazisinə uyğun gəlir. Amma Şarur İnzibati rayonu qərbdədir, onun ərazisində Dərəliyəz demək olardı. Məhz Şərura görə 4-də gedər. 5-də Şahdağ silsiləsi təqdim edilib. Şahdağ silsiləsi bu hissədədir. Onun zirvələrindən biri Dəlidağ qeyd edib, amma yanlışdır. Dəlidağ bilməlisiniz ki, vulkanik yaylanın ən hündür nöqtəsidir. 3616 metr. Şahdağ silsiləsində biz Qocadağ və ya Şahdağ zirvəsini görürük. Yanlışdır. Həmçinin Gədəbəy doğru olsa da, eyni zamanda Tərtər də əlaqəsi yoxdur. Tərtər xeyli şərqdədir. Burada kiçik bir rayondur. Davam edirik. Yan silsilə, yəni yan silsilə ilə bağlı xəritədə yerini göstərin. Bu hissədədir. Onun zirvələrindən bir də Şahdağ zirvəsidir. Elə ən hündür zirvəsidir. 4243 metr. Və Qusar, Quba kimi rayon ərazilərinə uyğun gəlməsi də tamamilə doğrudur. 61-də 126 doğru cavabdır. 62-yə baxaq. Muğan düzünə dair aid olanları bizdən istəyir. Xəritədə Muğan düzünü görürsünüz. Ərazi olaraq bu hissələr İranla sərhəddə mövcuddur. Hətta dairəyə alım göstərim. Davam edək. Kür və Araz çaylarının sağ səmtində yerləşir. Tamamilə doğrudur. Bəli. Gördüyünüz kimi həm Kür çayının sağındadır, həm də Arazın. Bu arada Mil düzü Kürün sağında, Arazın solundadır. Muğan isə hər ikisinin sağındadır. Davam edək. Bir doğrudur. Əlverişli iqlim şəraiti burada meşələrin formalaşmasına səbəb olur. Yanlışdır. Meşələr yox. Quraq ərazidir. Arid ərazilərdə belə ərazilərdə təbii ki, yarım səhra formalaşır. Ərazi Sabirabad, Saatlı inzibati rayonlarına uyğun gəlir. Həqiqətən bu ərazidə Sabirabad, Saatlı, Salyan, Biləsuvar və bu tipli rayonları görə bilərik. Doğrudur. Pambıqçı bostançı inkişaf edib. Bəli, Kür Araz olanda suvarma tətbiq etməklə pambıqçı bostançı inkişaf edilmiş. Zəngin yanar şis ehtiyatları aşkar edilmişdir. Yanar şis ümumiyyətlə xəritədən də göstərim sizə. Şərti işarəsini birinci tanıyın. Bu hissədə görürsünüz şərti işarəsini. Azərbaycanda xüsusilə az miqdarda Qobustanda, İsmaildə, qismən də Quba tərəfdə var. Yəni həmin bu resurs elə də geniş ehtiyatların malik deyil. Yanar ehtiyatlardan ölkədə zəngin olan neft qazdır. Xüsusilə də burada ümumiyyətlə yanar şis ehtiyatı mövcud deyil. Ərazisinin suvarılmasında Qarabağ suvarma kanalından istifadə olunur. Gəlin baxaq görə Qarabağ suvarma kanalı hardadır? Qarabağ suvarma kanalı deyəndə söhbət Yuxarı Qarabağ kanalına gedir. Yuxarı Qarabağ Mingəçevir su anbarından başlayır, bu istiqamətdə gəlir və o Qarabağ və Mil düzünün torpaqlarının suvarılmasına istifadə edilir. Bu ərazinin Muğan düzünün suvarılmasında isə Baş Muğan kanalı əlbəttə ki, istifadə edir. Bir də Əzbəy adına kanaldan bəhs edə bilərdik. O yüzden də 6-da yanlışdır. Baş Muğan və Əzbəy adına suvarma kanalı ola bilər. Cavab 1-3-4-dür. 63 ilə davam edək.